Pnevmoniya ağciyərin tez-tez təsadüf edilən xəstəlik növüdür. Bu əsasən yaşlılar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Bundan başqa pnevmoniyaya cavan və sağlam insanlarda da rast gəlinir. Bəs bu xəstəliyin yaranma səbəbləri nələrdir? Daha çox kimlər bu xəstəliyə yoluxur? Pnevmoniyanın krupoz, ocaqlı, interstisial və sair kimi formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir. Bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur. Bir çox pnevmoniyalar qəflə əmələ gəlir. Sinədə ağrı, yüksək hərarət, öskürək, bəlğəmlə və tənginəfəsliklə xarakterizə olunur. İnfeksiya adətən soyuq dəymə və qripdən sonra yaranır. Antibiotiklərin bakterial pnevmoniyaları müalicə etməsinə baxmayaraq, bəzi antibiotika davamlı bakterial pnevmoniyalar ağır keçir. Pnevmoniyanı təyin etmək adətən çətin olur. Çünki pnevmoniya